Sizlərin buradan üzümü tutub qurumlara deyirəm ki, Ağsu rayonu Dədə Qorqud küçəsi 13 nömrəli qapı, evimiz yandı, külə döndü. Bir dənə qurumlardan heç bir insan bizə köməklik etmədi. Və buradan üzümü tutub cənab prezidentə Mehriban xanım Əliyevaya üzümü tutub deyirəm ki, mən də sizin bir oğlunuz Bala Heydər. Allah sizi qorusun. Allah sizi heç vaxt bizim başımızdan əskik eləməsin. Prezidentlikdən heç vaxt aşağı salmasın. Birbaşa bizim başımızın tacı olasınız. Cənab prezident, artıq dərəcədə sizdən xahiş edirəm ki, evimiz yanında döndü, külə döndü. Bizə icra hakimiyyəti və heç kim köməklik eləmədi. İndi qalmışıq küçələrdə, damxada yaşayırıq. Artıq dərəcədə xahiş edirəm, 340 kvadratlıq evimiz yandı, külə döndü. Heç nədən. Biz də istəyirik ki, artıq dərəcədə göyün sahibi Allahdır və Azərbaycanın sahibi cənab prezident Mehriban xanım Əliyevadır. Artıq dərəcədə xahiş edirəm, bizə dəstək durub, bizə köməklik eləsiniz. Hər bir insan evinə girib başını soxmağı evi var, bizim yoxdur. Biz buradan gedəndə rayona gedib bir yerdə qala bilmirik. Bir yerdə oturub bir yerdə dura bilmirik. Kiminsə evində neçə gün nə qədər qalmaq olar, nə qədər onlara baş ağrı vermək olar. Artıq dərəcədə sizdən xahiş edirəm, üzümü tuturam Ulu Heydər Əliyevin qəbrinə. And içirəm və sizə anda verirəm ki, cənab prezident bizə köməklik edin, bizə dəstək durun. Vallah girib baxa da bilərsiniz, gəlib yoxlada da bilərsiniz. Evimiz yandı, külə döndü və küçələrdə qaldıq. Körpə balalarımızla, 3 qardaşıq, üçümüzün də balaları var. Qaldıq küçələrdə. Sizdən artıq dərəcədə xahiş edirəm, köməklik edin.